Türkiyə Böyük Millət Məclisində əlbəyaxa dava düşüb. Buna səbəb Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə İstanbul Baş Prokuroru Akın Gürləkin Ədliyyə Naziri təyin edilməsi olub. Yeni nazirin əvvəlki vəzifəsində iştirak etdiyi səs-küylü cinayət işləri səbəbilə bu təyinat birmənalı qarşılanmayıb. Türkiyə mediasında yayılan məlumatlara görə Akın Gürlək bu siyasi məhkəmə qərarlarına imza atıb. İstanbul meri Əkrəm İmamoğluna qarşı əməliyyata rəhbərlik edib. CHP bələdiyyələrinə qarşı əməliyyatlara rəhbərlik edib. HDP lideri Səlahəddin Dəmirtaşa həbs cəzası verdirib. Erməni jurnalist Hrant Dinkin qətlə yetirilməsi işi üzrə hökm çıxardıb. CHP liderlərindən Canan Kaftancıoğluna siyasi qadağa qoydurub. Sülh bəyannaməsinə görə cəza verdirib. Məşhur vəkil Səlcuq Kozağaçlını həbs etdirib. İstanbulda CHP-yə qarşı qəyyumluq prosesini idarə edib. Mübahisəli mərc oyunları istintaqına rəhbərlik edib. Məşhurları hədəf alan narkotik əməliyyatlarına rəhbərlik edib.